Bəzən bir qərar verə bilmirik və deyirik ki, kaş ki bir işarə olardı. Bəlkə də işarələr artıq var, amma biz onları görmürük. Hər kəsə salam, yeni videoma xoş gəlmisiniz. Bu videoda yaxın zamanlarda bitirdiyim bir kitabdan danışmaq istəyirəm. Kitab The Science, çox sevdiyim neuroscientistlərdən biri olan Tara Swart'un yazdığı bir kitabdır. Hətta yeni keçən il səhv bilmirəmsə artıq buraxılıb. Və kitab super. Kitaba aşiqəm. Çox sevərək bitirdiyim bir kitab oldu. Düzdür, bəzi mövzular var idi, çox da diqqətimi çəkmədi, amma 99% superdir. Və təbii kitabın hamısından danışmayacağam, sadəcə özümün də istifadə etdiyi, daha doğrusu mənimlə qarşılaşdığım bir mövzudan danışmaq istəyirəm, hansı ki Life with Science Chapter 3. Burada nələrdən bəhs olunur, məndə necə işə yaradı və bu mövzulara toxunacağam. Ümumiyyətlə bir addım atdıqda daim bunun düzgün olub olmadığını bilmək istəyir insan, ki məndə də elədir. Və bu kitabda bunun üçün bəzi metodlar var, hansı ki bu arada mənim yanaşmamdır. Yəni oxuyan hər kəsin fərqli bir yanaşması ola bilər, amma bunu qeyd etmək istədim. Hansı ki sən bir addım atırsan və bu addımın düzgün olub olmadığını bilmək istəyirsən və bir şəkildə işarə istəyirsən. Bəs işarələr necə olur? Necə onları təyin edə bilərəm? Yəni görəndə deyə bilərəm ki, bu mənim işarəmdir desəniz, necə olur bu? Və mənim də etdiyim çox işə yarayan bir metoddur. Özünüzə bir işarə seçirsiniz. Necə ki bu bir kəpənək ola bilər, bir fiqur ola bilər. Kəpənək ağlıma gəldi, mən kəpənəyi çox sevirəm. Bir rəqəm ola bilər. Ağlınızdan nə keçirsə, sizin üçün bir mənası olan. Və daha sonra qərar verirsiniz ki, artıq özünüz səsli formada deyirsiniz ki, məsələn, mən bunu gün içində görsəm, 5 dəfə görsəm, 1 dəfə görsəm, 3 dəfə görsəm, demək ki, mən düzgün yoldayam. Və bunu özünüzə deyirsiniz. Sonra bir an olur, tutaq ki, siz çox belə necə deyək, qarışıq bir vəziyyətdə olursunuz və nə olacaq bilmirsiniz. Sadəcə bunun yaxşı olub olmadığını və ya bilmək istəyirsinizsə, onda deyirsiniz ki, əgər yaxşıdırsa bu şey, mən istəyirəm ki, məsələn 3 dəfə seçdiyim işarəni görüm və yaxud 5 dəfə və yaxud 1 dəfə və yaxud o işarə neçə dəfə olursa olsun qarşıma çıxsın gün içində. Mən bunu sınamışdım və super şəkildə nəticə alırdım və hələ də davam edir təbii ki. Və bu sizin qarşınıza çıxacaq, yəni. Təbii ki də bunu edərkən biraz diqqətli olmaq lazımdır. Daha az stressli olmalısınız. Düzgün qərar verməlisiniz ki, həqiqətən sizə nə işarə ola bilər ki, siz düzgün addımı atasınız, yəni. Seçdiyiniz işarə, hər nə seçirsinizsə bu çox vacibdir. Kitabda da bunu qəti şəkildə vurğulayır və siz bunu seçdiyiniz işarəni jurnalınız varsa yaza bilərsiniz. Orada qeyd edə bilərsiniz ki, mən kəpənəyi tutaq ki, kəpənək mənim işarəmdir artıq. Mən bunu neçə dəfə görsəm, bu deməkdir ki, mən və yaxud da mən bunu görsəm, bu deməkdir ki, mən düzgün yoldayam. Daha sonra isə kitabda qeyd edir ki, neçə dəfə məsələn gün içində görürsünüzsə və yaxud da bunları qeyd edə bilərsiniz. Yəni hansı ki bir situasiyada sizə kömək edirsə, bunları yazıb qeyd edə bilərsiniz. Təbii ki də amma məncə bu məcbur deyil. Çünki mən çox vaxt demək olar ki, yazmıram və yəni işə də yarayır. Sadəcə ağlınızda olmalıdır, inanmalısınız. Mənə görə bu tipli məsələlər daha çox dərindən inanmaqla bağlı olur və kitabı da buna toxunur. Amma kitabda həm də daha çox elmi şəkildə təsdiqin tapdığını da göstərir. Kitabda mövzular çoxdur, amma mən istədim sadəcə bu mövzuya toxunum. Çünki mənim də elədiyim və işə yarayan bir mövzudur. Digər mövzularda artıq öz düşüncəni necə
işarələrə aça bilərsən, necə onları necə deyim, cəlb edə bilərsən kimi mövzulara da toxunulur və təbii ki də çoxsuna da elmi şəkildə təsdiq də gətirir. Bu səbəbdən bunlar düzgündür. Misal üçün, ətrafımızdakıların fərqində olmaq, yəni nə baş verir, bunlara diqqətlə yanaşmaq işarələri tapmağımıza məncə çox kömək edir. Bəzən sadəcə, yəni aidiyyatı olmayan bir yerdə belə işarələrlə qarşılaşmaq mümkündür ki, məndə dəfələrlə olub və həmişə belə wow olmuşam. Bu günlük bu qədər. Gələn videoda görüşənədək.